Hamıya salam. Bugünkü videoda 16 aprel 2022-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. Şəkilə əsasən MN qövsünün dərəcə ölçüsünü tapın. Şəkilə baxanda görürük ki, MON bucağı MN qövsünə söykənən mərkəzi bucaqdır. Və biz bilirik ki, mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsünün dərəcə ölçüsünə bərabər olur. Əgər bucağın qiyməti 36-dırsa, onda qövsün də qiyməti 36 olur. İkinci sual. Kamilin 90 manat pulu var idi. O pulunun 10%-nə dəftər aldı. Kamilin neçə manat pulu qaldı? 90-ın 10%-ni tapaq. Bu olur 9. 90 manat pulu var idi. 9 manatına dəftər aldı. Qalan pulu tapmaq üçün 90-dan 9-u çıxmaq lazımdır. Cavab 81 manat. Üçüncü sual. İfadəni vurğulara ayırın. Hər iki ifadədə ortaq olan 2-ni və y-i mötərizə xaricinə çıxardaq. Birincidə 2y-i çıxardanda qalır 4s kvadratı çıxılsın. İkinci ifadədən 2y-i çıxartsaq, qalır d kvadratı, y kvadratı bərabərdir. 2y 4s kvadratı 2s-nin kvadratıdır. Bu ifadə isə d-in kvadratıdır. Kvadratlar fərqi düsturundan istifadə etməklə bu ifadəni vuruqlara ayıraq. 2s çıxılsın dy, 2s üstəgəl dy. Doğru cavab bu ifadə olur. Dördüncü sual. Üçbucağın tərəfləri 10, 12 və 14 olarsa, bu üçbucağın tərəflərinin orta nöqtələrinin birləşməsindən alınan üçbucağın perimetrini tapın. Hər hansı bir üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirəndə alınan fiqurun tərəfi böyük üçbucağın tərəfindən 2 dəfə kiçik olur. Bunu şəkildə təsvir elədik. Əgər tərəflərin nisbəti 2-dirsə, onda perimetrlərin nisbəti də 2 olmalıdır. Böyük üçbucağın perimetrini hesablayaq. 10 üstəgəl 12 üstəgəl 14. 36. Dedik ki, tərəflərin nisbəti 2-yə bərabərdir. Yəni, böyük üçbucağın tərəfi olan 2A-nı kiçik üçbucağın tərəfi olan A-ya böləndə alınan nisbət həm də perimetrlər nisbətinə bərabər olur. Yəni 36 bölünsün P2. P2 bərabərdir 18. Doğru cavab Y variantı. 5-ci sual. Y funksiyasının təpə nöqtəsinin ordinatını tapın. Təpə nöqtənin ordinatının tapılma düsturunu yazaq. N bərabərdir 4AC çıx B kvadratı bölünsün 4A bərabərdir 4 vurulsun A-nın qiyməti -3'dür. Vurulsun C 5 çıxılsın B-nin kvadratı. 6'nın kvadratı 36 bölünsün 4 vurulsun -3. -60 çıxılsın 36 bölünsün -12. -96 böl -12 doğru cavab olur 8. 6-cı sual. A və B çoxluqları verilib. A ilə B-nin kəsişməsində olan elementlərin sayını soruşur. Hər iki çoxluqda olan elementləri seçək. 1 ortaq deyil, 3 ortaqdır, 5 ortaqdır. Deməli, bu iki çoxluğun kəsişməsində 2 element var. 7-ci sual. İfadəni sadələşdirin. Bu iki ifadəni bir-birinə vuranda x-lər ixtisar olacaq. Cavab olur A bölünsün B. 8-ci sual. İfadədən x-y hasilini tapın. Bu tənasibi çarpaz vuraq. X-i y-ə, onu isə 5-ə. Onda x-y hasili olacaq 50. 9-cu sual. Şəkildə verilənlərə əsasən x-i tapın. Buradakı bucaqla bu bucaq qarşılıqlı bucaqlar olduğuna görə onların dərəcə ölçüləri bir-birinə bərabərdir.
Yəni bu bucaq olur 110 dərəcə. Tapdığımız bu bucaqla buradakı bucaq isə daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi də 180 dərəcəyə bərabər olur. Onda 180 çıxılsın 110, buradakı bucağın qiyməti olur 70 dərəcə. Daha sonra tapdığımız bu bucaqla buradakı bucaq isə uyğun bucaqlardır. Uyğun bucaqların qiyməti bir-birinə bərabər olur. Onda 2x üstəgəl 10 ifadəsini 70-ə bərabər eləyib x-i tapa bilərik. 2x bərabərdir 60, x bərabər olur 30-a. 10-cu sual. ABCD düzbucaqlısında BC 12, AC 13 olarsa AB-ni tapın. Düzbucaqlının bucaqları 90 dərəcədir. AB tərəfinə x desək, Pifaqora görə x-i tapa bilərik. X-in kvadratı üstəgəl 12-nin kvadratı bərabərdir 13-ün kvadratına. X kvadratı üstəgəl 144 bərabərdir 169. X kvadratı bərabərdir 25. X bərabər olur 5-ə. 11-ci sual. AC 10, BK 5 olarsa, ştrixlənmiş hissənin sahəsini tapın. BK-nın qiyməti 5-dir. KD parçasını H ilə işarə eləyirəm. ABC üçbucağın sahəsini yazaq. S üçbucaq ABC bərabərdir 2-də 1 vurulsun tərəf və tərəfə çəkilən hündürlük, yəni BD. H üstəgəl 5. İndi isə AKS üçbucağının sahəsini tapaq. S üçbucaq AKS bərabərdir 2-də 1 vurulsun tərəf və tərəfə çəkilən hündürlük, KD hündürlüyü, yəni H. İndi bu ifadələrin qiymətini tapaq. Bu olur 5H. Bu olur 5H üstəgəl 5 vur 5, 25. ABC üçbucağının sahəsindən AKS üçbucağının sahəsini çıxsaq, ştrixlənmiş hissənin sahəsini taparıq. Yəni 5H üstəgəl 25-dən 5H-ı çıxsaq, qalır 25. 25 bu ştrixlənmiş hissənin sahəsi olur. 12-ci sual. Şəkildə verilənlərə əsasən BK-nı tapın. AB 2,5-dir. Bura 2,5-dir. BC 2-dir. BD isə 5-ə bərabər olur. BK-ya x yazaq. Kəsişən vətənlərin belə bir xassəsi var ki, bölündüyü hissələrin hasili bir-birinə bərabər olur. 2 vurulsun 5 bərabərdir, x vurulsun 2,5. X bərabər olur 4-ə. 13-cü sual. Tənliyi həll etmək lazımdır. 2 ifadənin hasili 0-a bərabərdirsə, bu ifadələri ayrı-ayrılıqda 0-a bərabər eləmək lazımdır. İlk öncə bunu 0-a bərabər eləyək. X üstəgəl 3 bərabərdir 0, x bərabər olur -3-ə. Bu ifadədə kəsir var və kəsirin məxrəci x üstəgəl 3-dür. Əgər x-in yerinə -3 yazsaq, məxrəcin qiyməti olur 0. Bunun mənası olmur. Deməli, x -3-ə bərabər ola bilməz. İndi bu ifadənin qiymətini 0-a bərabər eləyək. 2 çıxılsın 1 böl x üstəgəl 3 bərabərdir 0. 1 bölünsün x üstəgəl 3 bərabərdir 2-yə. X üstəgəl 3 bərabər olur 2-də 1-ə. X bərabərdir -2,5. 14-cü sual. Ədədin 9-a bölünməsindən alınan qalıq m, ikinci ədədin 10-a bölünməsindən alınan qalıq n olarsa, m üstəgəl n cəminin 5-ə bölünməsindən alınan qalığı tapın. İlk öncə bu ədədi 9-a bölməyə çalışaq. Bunun üçün həmin ədədlərin rəqəmləri cəminə baxaq. Birinci ədədin rəqəmləri cəmi 36-ya bərabər olur. 36 ədədi 9-a bölünür. Əgər hasili təşkil edən ədədlərdən biri 9-a qalıqsız bölünürsə, deməli həmin hasil 9-a qalıqsız bölünür. Birinci ədəd 9-a qalıqsız bölündü, deməli bu ədəd də 9-a qalıqsız bölünür. Ona görə qalıq olur 0. İndi ikinci ədədin 10-a bölünməsindən alınan qalığı hesablayaq. Hər hansı bir ədədin 10-a qalıqsız bölünməsi üçün həmin ədədin sonu 0-la bitməlidir.
İkinci ədədin sonu 3 ilə bitir. Deməli, həmin ədədi 10-a böləndə qalıqda 3 qalacaq. M üstəgəl N cəmi 3-ə bərabərdir. 3-ü 5-ə böləndə 0 qalıqda 3 qalır. Deməli, cavabımız olur 3. 15-ci sual. A və B ədədləri verilib. Bu ifadənin qiymətini tapmaq tələb olunur. İlk öncə bu 3 ifadəyə baxaq. Bu 3 ifadə A üstəgəl B kvadratının açılışıdır. Üstəgəl. Qalan bu 2 ifadədən isə 3-ü ortaq çıxardaq. Bərabərdir. A üstəgəl B cəmini hesablayaq. 4 tam 7-də 3 üstəgəl 2 tam 7-də 4 bərabərdir. Tamları toplayırıq 6. 7-də 3 ilə 7-də 4-ü toplayanda eləyir 7-də 7. Bunun da qiyməti 1-ə bərabər olur. Deməli, A üstəgəl B cəmi 7-yə bərabər olur. 7-nin kvadratı üstəgəl 3 vurulsun 7 bərabərdir. 49 üstəgəl 21. Cavab olur 70. 16-cı sual. İfadənin qiymətini tapın. Kök altında 1 tam %21-dən 1 tam onda 1 çıxır. Mənfi 2 vurulsun 1 tam onda 1 üstəgəl 3 tam onda 6 bərabərdir. Mənfi 2 tam onda 2 üstəgəl 3 tam onda 6. Cavab olur 1 tam onda 4. 17-ci sual. Təliklər sistemindən x çıx y fərqini tapın. Tərəf-tərəfə toplayaq. 3y-lər islah olur. 2x üstəgəl 4x 6x bərabərdir 24-ə. X bərabər olur 24 bölü 6 4-ə. 3y bərabərdir 10 çıxılsın 4x. 3y bərabərdir 10 çıxılsın 4 vur 4 16. 3y bərabər olur mənfi 6-ya. Y bərabərdir mənfi 2. 4 çıxılsın mənfi 2 bərabərdir 4 üstəgəl 2-yə, yəni 6. 18-ci sual. Düzbucaqlı paralelepipedin oturacaqlarının tərəflərini 6 dəfə azaldıb, hündürlüyünü 3 dəfə artırsaq, həcmi necə dəyişər? Paralelepipedin həcm düsturu V bərabərdir A vur, B vur, C-dir. İndi dəyişiklik edib yenidən yazaq. Tərəfləri 6 dəfə azaldırıq. A bölü 6 vurulsun, B bölü 6 vur. Hündürlüyü isə 3 dəfə artırırıq. 3C bərabərdir. Bunlar ixtisar gedir. ABC bölünsün 12. Həzm əvvəl ABC idi. Dəyişiklik edəndən sonra ABC böl 12 oldu. Deməli, həcm 12 dəfə azaldı. 19-cu sual. Qayıq 48 kilometr məsafəni axınla getdi. Daha sonra həmin məsafəni geri qayıtdı. O bu yola 5 saat vaxt sərf etdi. Çayın axma sürəti 4 olarsa, qayığın durğun sudakı sürətini tapın. Axınla gedəndə ümumi sürət olur V qayıq üstəgəl V çay, yəni 4. Axına qarşı gedəndə isə sürət azalır, yəni V çıxılsın 4 olur. İndi zamanı hesablayaq. Bilirik ki, T bərabərdir S bölünsün V. 48 kilometri axın ilə gedib. Onda 48 bölü V üstəgəl 4 üstəgəl 48 kilometri geri qayıdır axına qarşı olur V çıxılsın 4 bərabərdir 5. İndi bu tənliyi həll eləyək. Birinci kəssin hər tərəfini V çıx 4-ə vuraq. 48 V çıx 4 üstəgəl ikinci kəssin hər tərəfini V üstəgəl 4-ə vuraq. Bölünsün. Bunların ortaq məxrəci olur V üstəgəl 4 V çıxılsın 4 bərabərdir 5. 48 V çıxılsın 48 vur 4 üstəgəl 48 V üstəgəl 48 vur 4. Bölünsün. V üstəgəl 4 V çıx 4 bərabərdir 5. Mənfi 48 vur 4 ilə 48 vur 4 islah olur. Qalan ifadə olur 48V üstəgəl 48V. Bu olur 96V. Bölünsün. V üstəgəl 4. V çıx 4. Bərabərdir 5. 5 vurulsun. V kvadratı çıx 16.
bərabərdir 96V-yə. 5V kvadratı çıxılsın 80 çıxılsın 96V bərabərdir 0. Mənfi 96V-ni 2 toplanan şəklində göstərək. 5V kvadratı çıxılsın 100V üstəgəl 4V çıx 80 bərabərdir 0. 5V-ni ortaq çıxardaq. V çıxılsın 20 üstəgəl 4-ü ortaq çıxardaq. V çıxılsın 20 bərabərdir 0. V çıx 20 ortaqdır. Ortaq mötərizə xaricində çıxardanda qalır 5V üstəgəl 4 bərabərdir 0. V bərabərdir 20, V bərabərdir mənfi 4 bölünsün 5. Sürətin qiyməti mənfi ola bilməz. Deməli, qayığın durğun sudakı sürəti olur 20. 20-ci sual. Əkob bölünsün əbobu tapmaq tələb olunur. Əkobu əbobu böləndə biz bilirik ki, həmin iki ədədin ortaq olmayan vuruqlarının hasili alınır. 120-ni və 72-ni vuruqlarına ayıraq. Ortaq olan vuruqların üstündən xətt çəkək. 2 ortaqdır, 2 ortaqdır, daha sonra 3 ortaqdır. Ortaq olmayanlar olur 5, 3. Deməli, S bərabər olur 3 vurulsun 5. Cavab olur 15. 21-ci sual. Çoxəllini vuruqlara ayırın. Hasili 7 vur mənfi 4, mənfi 28, cəmi mənfi 12 olan ədədlər mənfi 14 və müsbət 2-dir. Mənfi 12 ədədini bu iki toplanan cəmi şəklində yazaq. 7x kvadratı çıxılsın 14x üstəgəl 2 çıxılsın 4 bərabərdir. İlk 2 dənədən 7x-i çıxardırıq mötərizə xaricinə, qalır x çıxılsın 2. İkincidən də burada x olmalıdır. İkincidən də 2-ni çıxartsaq, x çıxılsın 2 qalır. Bərabərdir. X çıx 2, 7x üstəgəl 2. 22-ci sual. A və B nöqtələri verilir və bu nöqtələr arasındakı məsafəni soruşur. Nöqtələr arasındakı məsafəni tapanda böyükdən kiçik çıxmaq lazımdır. Böyük ədəd B-dir. Mənfi 3,5 çıxılsın mənfi 8,4 bərabərdir. Mənfi 3,5 üstəgəl 8,4 cavab olur 4,9. 23-cü sual. 2 eyni boru hovuzun yarısını 3 saata doldurursa, bir boru hovuzun 1/3-ni neçə saata doldurar? 2 boru hovuzun yarısını, yəni 2/1 hissəsini 3 saata doldurur. Bir boru hovuzun 3/1 hissəsini x saata doldurar. 2 vurulsun 3/1 vurulsun 3 bərabərdir. Bu qayda ilə vurub hasilləri bir-birinə bərabər edirik. X vurulsun 2/1. 3-lər ixtisar gedir. X bərabər olur 2 bölünsün 2/1. Yəni 4. 24-cü sual. Sinifdə 13 oğlan və 12 qız var. Sinifdəki şagirdlərdən təsadüfən seçilən bir nəfərin oğlan olması hadisəsinin ehtimalını tapın. Sinifdə cəmi 25 şagird var. 25 şagirddən bir şagird seçilir və oğlan olması hadisəsinin ehtimalı olur 13. Çünki sinifdə 13 oğlan var və bir şagird seçəndə həmin 13 oğlandan birini seçə bilərik. Deməli, oğlan olma hadisəsinin ehtimalı olur 25-də 13. 25-ci sual. AB üstəgəl BA üstəgəl CS 99 olarsa, ABC ədədlərinin ədədi ortasını tapın. AB ədədinin açılışını yazaq. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A üstəgəl 3-cü ədəd 10C üstəgəl C bərabərdir 99. 11A üstəgəl 11B üstəgəl 11C bərabərdir 99. Hər tərəfi 11-ə bölək. A üstəgəl B üstəgəl C bərabərdir 99 bölü 11.
9. Bizdən bu ədədlərin ədəd ortasını soruşur. Ədəd ortanı tapanda bu 3 ədədin cəmini həmin ədədlərin sayına bölmək lazımdır. Doğru cavab olur 3.